çoxludan olan bəzi əhali məsələlərinin izahına baxaq. 1990-cı ildə Latın Amerikasında əhalinin sayı 450 milyon nəfər. 2010-cu ildə isə 585 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə görə təbii artım orta hesabla 17 nəfər olduğunu nəzərə alaraq əhalinin sayında ümumi və təbii artım arasındakı fərqin neçə milyon nəfər olduğunu müəyyən edin. 2010-cu illə 1990-cı il arasında 20 il fərq var. Və 20 il ərzində əhali 585-dən 450-ni çıxmaqla tapırıq ki, 135 milyon nəfər artıbdır. Bu 20 il ərzindəki ümumi artımdır. Ölkə əhalisinin ümumi artımı iki yolla baş verir. Təbii artım və mexaniki artım hesabına. Ümumi artımımız isə 135 milyon nəfərdir. Buradan biz tapaq görək təbii artım nə qədərdir? Əgər hər 1000 nəfərə 17 nəfər təbii artım varsa, bəs 450 milyon nəfərə nə qədər təbii artım var? 450 milyona isə x yazırıq. X bərabər olur 7,65 milyon nəfərə. Deməli, hər il ölkədə 7,65 milyon nəfər təbii artım hesabını artır. Əgər hər il artırsa, bizim keçən 20 il bir müddətimiz var. 20 ili də 20-ni 7,65-ə vuraraq, buradan alırıq ki, 153 milyon nəfər 20 il ərzindəki təbii artım hesabına artan əhalidir. Deməli, bizim təbii artımımız olacaq 153 milyon nəfər. Ümumi artım isə 135 milyon nəfərdir. Bizdən ümumi və təbii artım arasındakı fərqin neçə milyon nəfər olduğunu soruşur. Təbii artımdan ümumi artımı çıxırıq. Yəni 153-dən 135 milyonu çıxdıqda cavab 18 milyon nəfər olacaqdır. Deməli, Y variantı. 48-ci məsələ. Ölkə əhalisinin orta sıxlığı 50 nəfər bölünsün kvadrat kilometr, sahəsi 80 min kvadrat kilometr olan bu ölkənin əhalisinin sayını müəyyən edin. Biz bilirik ki, sıxlıq bərabərdir. Əhalinin sayı bölünsün ərazinin sahəsinə. Burada yerinə qoymaqla məsələni həll edirik. Sıxlığımız 50-dir, bərabərdir. Sahə 80 min. Əhalinin sayını isə x götürürük. X də bərabərdir 4 milyon nəfərə. A variantı. Növbəti 51-ci məsələ. Ölkə əhalisinin sayı 14 milyon 625 min nəfər. Ölkənin sahəsi 195 min kvadrat kilometrdir. Əhalinin sıxlığını müəyyən edin. Yenə sıxlıq bərabərdir. Əhalinin sayı bölünsün ərazinin sahəsinə. 14 milyon 625 mini bölürük 195 minə və 75 nəfər alırıq. 75 nəfər əhalinin sıxlığıdır. C variantı. Yəni, hər kvadrat kilometr əraziyə 75 nəfər əhali düşür. 190-cı məsələ. Ölkə ərazisi xəritədə 9 kvadrat santimetrlə göstərilir. Yəni, xəritədəki sahəmiz bərabərdir 9 santimetr kvadratına. Əhalinin sayı 21,6 milyon nəfər. Əhalinin sayı bərabərdir 21,6 milyon nəfərə. Sıxlıq isə 60 nəfər bölünsün kvadrat kilometrə bərabərdir. Ölkənin sahəsini və xəritənin miqyasını müəyyən edin. Deməli, biz bilirik ki, sıxlığımız bərabərdir əhalinin sayı bölünsün ərazinin sahəsinə. Ərazinin sahəsi bizim həqiqətdəki sahəmizdir. Yəni, həqiqi sahəmizdir. Buradan həqiqi sahəni tapırıq. Burada sahəmiz 60-dır. Deməli, sıxlığımız bərabərdir. Yəni, 60 bərabərdir 21,6 milyon nəfər. Bunu sıfırlarını yazaraq yazacağım, daha asan olsun. 21 tamdan 1 sıfır silərək, yəni milyonda 6 sıfır olur, bura 5 sıfır əlavə eləyirik. Bölünsün həqiqi sahəyə. Buradan da həqiqi sahəmiz, deməli tapdıq, həqiqi sahəmiz 360 min kvadrat kilometr imiş.
Həqiqi sahəmiz 360 min kvadrat kilometr. Xəritədəki sahəni bizə verir. Xəritədəki sahə bərabərdir 9-a. Biz miqyası buradan müəyyən edirik. Miqyas bərabərdir. Sahə düstur olduğuna görə kök altında 360 mini böləcəyik 9-a. Buradan da bərabərdir. Kök altında deməli 40 min edəcək. 40 mindən də kök 200 çıxır. Miqyasımız 200-dürsə 1 bölünsün 200 yazaraq yanına da 5 sıfır əlavə edirik və miqyasımızı tapırıq. Deməli, həqiqi sahəmiz 360 min kvadrat kilometr, miqyasımız da 1 bölünsün 20 milyon. A variantı. 182-ci məsələ. 2015-ci ildə 3 milyon 150 min nəfər. 2020-ci ildə isə ölkənin əhalisi 3 milyon 228,75 min nəfər olmuşdur. Bu dövrdə orta illik artım neçə min nəfər təşkil etdiyini müəyyən edin. İlk öncə baxarıq ki, 5 illik bir müddət keçibdir. 5 ildə əhali nə qədər artıbdır? 3 milyon 228.750-dən çıxırıq 3 milyon 150 mini və cavabı 78.750 alırıq. 5 ildə 78.750 nəfər artıbdır. Bəs 1 ildə nə qədər artıbdır? X də bərabər olacaq 15.750 nəfərə. Yəni 15,75 nəfər. Y variantı. 2020-ci ilin əvvəlində regionda əhalinin ümumi sayı 1,5 milyon nəfər. Həmin ilin sonunda isə 1 milyon 508 min nəfər olmuşdur. Təbii artımın 0,7% olduğunu nəzərə alaraq neçə min nəfərin miqrasiya etdiyini müəyyən edin. Burada biz deməli 1 milyon 508 mindən çıxmalıyıq 1,5 milyonu, yəni 1 milyon 500 mini. Buradan fərq alacağıq 8 min. 8 min bizim nəyimizdir? Ümumi artımımızdır. Ümumi artım 8 mindir. Bəs ümumi artımı biz iki hissəyə bölmüşdük. Təbii artım və mexaniki artım. Bizdən də neçə min nəfərin miqrasiya etdiyini soruşur. Yəni, bu mexaniki artım hesabına gedənlər nə qədərdir? Gələnlər yox ha, ölkədən gedənlər. Deməli, ümumi artımımız 8 min və bizə verib ki, təbii artım 0,7%-dir. 0,7% nə deməkdir? 1000 nəfərə 7 nəfər deməkdir. Əgər 1000 nəfərə 7 nəfər artırsa, bəs 1,5 milyon nəfərə nə qədər artacaqdır? X yazırıq. Buradan tapırıq ki, 10.500 nəfər artım var. Yəni, təbii artım hesabına 10.500 nəfər artır. Bizdən isə neçə nəfərin miqrasiya etdiyini soruşduğu üçün 10.500-dən ümumi artımı çıxsaq, miqrasiya edənlərin nə qədər olduğunu tapırıq. Yəni, əgər ümumi artım 8.000-dirsə, bunun da təbii artımına 10.500 nəfər düşürsə, bu deməkdir ki, təbii artım ümumi artımdan çoxdur. Və təbii artım çox olmasına rəğmən ümumi artım 8.000 nəfərdir. Bu nə deməkdir? Deməli, bu təbii artım hesabına artıb əhali. Amma ölkədən əhali gedib ki, yerdə 8.000-i qalıbdır. Nə qədər əhali getdiyini də 10.500-dən 8.000-i çıxaraq tapırıq. Burada da alınacaq 2.500, 2.500 nəfər isə 2,5 min nəfər deməkdir. Növbəti məsələ. Əhalinin sayı 100 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 2,8, ölənlərin sayı isə 1,6 milyon nəfərdir. Biz bilirik ki, doğulanlarla ölənlər arasındakı fərq bizə nəyi verir? Təbii artımı verir. 1,2, bu bizim nəyimiz olacaq? Təbii artımımız. Təbii artım 1,2 milyon nəfərdirsə, bu 100 milyona olan təbii artımdır. Yəni 100 milyona 1,2 milyon, minə isə X yazırıq, çünki bizdən 1000 nəfərə düşən təbii artım istəyir. X bərabər olacaq 12-yə. Ölkə əhalisinin sayı
8 milyon 265 min nəfərdir. Təbii artım isə hər 1000 nəfərə 8 nəfərdir. İllik mütləq artımı müəyyən edin. 8 milyon 265 minə x, minə isə 8 yazaraq buradan cavabı alırıq. Bu da eləyəcək 66.120 nəfər. Növbəti 251-ci məsələyə baxaq. A regionunda əhalinin ümumi sayı ilin əvvəlində 130 milyon nəfərdir. Demək, ilin əvvəlində 130 milyondur. Təbii artım isə hər 1000 nəfərə -2 olarsa, -2 nə deməkdir? Yəni, hər 1000 nəfərə 2 nəfər azalma var deməkdir. Burada artım yoxdur, azalma var deməkdir. Biz hesablayaq görək, 130 milyona nə qədər azalma var? 130 milyona x, minə isə -2. Deməli, buradan x tapacağıq. 260 min nəfər. Deməli, 260 min nəfər hər il əhali azalır. Həmin ilin sonunda da əhalinin sayını istəyirsək, bu zaman 130 milyondan 260 mini çıxacağıq və burada 129,74 milyon nəfər. Əgər bizdən 1000 nəfərlə istəyirsə, bu da 129,740 min nəfər deməkdir. Deməli, cavabımız 149,740 min nəfər eləyəcək. Ölkədə dəmir yollarının ümumi uzunluğu 20 min kilometr. Orta sıxlıq isə 400 metr bölünsün kvadrat kilometrdir. Ölkədə əhalinin orta sıxlığı 100 nəfərdirsə, ölkə əhalisinin sayını müəyyən edin. Biz baxırıq ki, dəmir yollarının uzunluğunu kilometrlə verib, ancaq cavabı metrlə verib. Biz ya metrlə işləməliyik, ya da kilometrlə işləməliyik. Ən rahatı 400-ü kilometrə çevirməkdir. 400-ümüz bizim 0,4 kilometrdir. Deməli, sıxlıq 0,4 kilometrdir. Dəmir yollarının uzunluğu 20 mindir. Əgər sıxlıq və uzunluq verilibsə, biz buradan sahəni tapa bilərik. Sıxlığın düsturu bərabər olur. Uzunluq bölünsün sahəyə. Yerinə qoyaraq hesablayırıq. 0,4 bərabərdir. 20 min bölünsün sahəyə. Sahə də bərabərdir 50 minə. Deməli, bizim sahəmiz 50 min olacaqdır. Ölkə əhalisinin orta sıxlığını 100 nəfər veribdir. Sahəmiz var, bildik, 50 mindir. Sıxlıq isə 100 nəfərdir. Sıxlıq bərabərdir, yəni əhalinin sıxlığı bərabərdir. Əhalinin sayı bölünsün ərazinin sahəsinə. Buradan yerinə qoyuruq yenə. 100 bərabərdir. Əhalinin sayı bölünsün 50 minə. Əhalinin sayı da bərabər olacaq 5 milyon nəfərə. Bu məsələni heç bu düsturu yazmadan da həll edə bilərik. Əgər orta sıxlıq 100 nəfərdirsə, sıxlıq nədir? 1 kvadrat kilometrə düşən əhalidir. 100 nəfər 50 min kvadrat kilometrə bəs nə qədər düşəcək? 50 minə də x yazaraq buradan da 5 milyon nəfər olduğunu hesablaya bilərik. Miqyası 1/20 milyon olan xəritədə ölkə ərazisi 4 kvadrat santimetrlə göstərilmişdir. Ölkədə əhalinin sayının 12 milyon nəfər olduğunu bilib, əhalinin sıxlığını müəyyən edin. Miqyasımız 1/20 milyondursa, biz buradan 5 sıfırı silərək, miqyas bərabərdir 200-ə, xəritədəki sahə bərabərdir 4-ə, həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını, yəni 200-ün kvadratını vuracağıq 4-ə. Bu da bərabər olacaq 160 minə. Deməli, 160 min kvadrat kilometr bizim həqiqi sahəmizdir. Ölkənin sahəsidir. Ölkə əhalisinin sayı 12 milyon nəfərdir. Əhalinin sayı bərabərdir 12 milyon nəfərə. Bizdən sıxlığı tapmağımızı istəyir. Sıxlıq da bərabərdir əhalinin sayı, yəni 12 milyon bölünsün ərazinin sahəsinə 160 minə. Bu da bərabər olacaq 75 nəfərə. Deməli, sıxlığımız 75 nəfər bölünsün kvadrat kilometr olacaq.
174-cü məsələ. Ölkə əhalisinin 2020-ci ilin əvvəlində 75 milyon nəfər olmuşdur sayı. Deməli 75 milyon nəfər. Hər 1000 nəfərə təbii artım -2. Deməli hər 1000 nəfərə 2 nəfər azalma müşahidə olunur. Mexaniki hərəkət nəticəsində isə ölkəyə 50 min nəfər gəlmişdir. Həmin ilin sonunda əhalinin sayını hesablayın. Biz dedik ki, ümumi artım 2 hissəyə ayrılır. Təbii artım və mexaniki artım. Mexaniki artım hesabına, deməli, bura 50 min nəfər gəlibdir. Ümumi əhaliyə düşən, yəni 75 milyona düşən təbii artımı hesablamaq üçün 75 milyon x, minə isə -2 yazaraq, buradan x-ın 150 minə bərabər olduğunu tapırıq. Deməli, 75 milyon əhaliyə 150 min azalma müşahidə olunur. Çünki -2-dir təbii artım. Təbii artım hesabına əhali 150 min nəfər azalır. Ancaq burada görürük ki, 50 min nəfərdə artım var axı. 50 min nəfər də artır. 150 min və 50 min. 50 min artırsa, buradan 150 mindən çıxırıq 50 mini və görürük ki, ölkə əhalisi 100 min azalır. Yəni il ərzində sadəcə azalma 100 min baş verəcəkdir. Ölkə əhalisi də 100 min artırsa, ümumi əhalidən, yəni 100 min azalırsa, ümumi əhalidən 75 milyondan 100 mini çıxırıq. İlin sonunda 100 min nəfər azalmış olacaqdır. Bu da eləyəcək 74,9 milyon nəfər. Ölkədə iqtisadi cəhətdən fəal əhalinin 5,7 milyon nəfəri maddi istehsal, 2,7 milyon nəfəri isə qeyri-istehsal sahələrində çalışırlar. İşsizliyin 30% təşkil etdiyini bilərək ölkənin əmək qabiliyyətli əhalisinin sayını müəyyən edin. Əmək qabiliyyətli əhali 2 hissəyə ayrılır. Birincisi işləyənlər, İkincisi isə işləməyənlər. Yəni bunlar ya iş axtarır, ya işdən çıxıb yeni iş tapa bilməyib hələ, ya universitet məzunudur, hələ iş axtaranlardır, amma işləməyənlərdir, yəni. İkinci hissə deməli işləməyən, birinci hissə isə işləyən. Əmək qabiliyyətli əhali bu ikisinin cəmidir. Bizim isə iqtisadi cəhətdən fəal əhalimiz. İqtisadi cəhətdən fəal əhali nədir? İşləyən əhalidir. 5,7 milyonu maddi istehsal, 2,7 milyon nəfər isə qeyri-istehsal sahələrində çalışırlar. Yəni hamısı çalışır. Toplamda nə qədər eləyir işləyən əhalimiz? 5,7 üstəgəl 2,7 bərabər olacaq 8,4 milyon nəfərə. Deməli 8,4 milyon nəfər işləyən əhalidir. İşsizliyin 30% təşkil etdiyini bilərək ölkənin əmək qabiliyyətli əhalisinin sayını müəyyən edin. İşləməyənlər, yəni işsizlik 30%-dir. Deməli, bu 30%-dirsə, ümumi əmək qabiliyyətli əhali 100% təşkil edir. 100%-in 30%-i işsizdirsə, deməli, işləyənə nə qədər düşür? 70%. 8,4 milyonu tapmışıq. 8,4 milyona 70% yazırıq. Əmək qabiliyyəti 100%-dir. Bəs görək neçə nəfər 100% təşkil edir? Buradan da x-ın, yəni əmək qabiliyyətli əhalinin sayının deməli 12 milyona bərabər olduğunu tapırıq. Urbanizasiya səviyyəsi 80% olan ölkədə əhalinin ümumi sayı 6 milyon nəfər. İllik təbii artım 42 min nəfər, şəhər əhalisinin arasında hər 1000 nəfərə 7 nəfər təbii artım düşür. Kənd əhalisinin artımını müəyyən edin. Əgər ümumi əhali 6 milyondursa və bunun 80%-i şəhər əhalisidirsə, biz 6 milyonun 80%-ni tapırıq. 6-nı 80-ə vurub 100-ə bölürük. Buradan 4,8 milyon əhalinin şəhər əhalisi olduğunun qənaətinə gəlirik. Deməli, 6 milyonun 4,8 milyonu şəhər əhalisidir. Kənd əhalisi nə qədər olacaq? 1,2 milyon nəfər olacaqdır. Deməli, bu 4,8 milyon şəhər əhalisidir. Hər 1000 nəfərinə də 7 nəfər təbii artım düşür. Əgər şəhər əhalisinin 1000 nəfərinə 7 nəfər təbii artım düşürsə, bəs 4,8-ə
yəni 4,8 milyona nə qədər təbii artım düşəcəkdir? Buradan tapırıq ki, təbii artımımız bərabər olur 33.600 nəfərə. 33.600 şəhər əhalisinin təbii artımıdır. Ümumi artım nə qədərdir? 42.000 nəfərdir. 42.000 nəfərdən də 33.600-ü çıxsaq, kənd əhalisinin təbii artımını tapmış oluruq. Ümumi əhali kənd əhalisi ilə şəhər əhalisinin cəmidir. 42.000 nəfər ümumi artımdırsa, bunun 33.600-ü şəhər əhalisinin artımıdırsa, geriyə qalan 8.400-ü də kənd əhalisinin artımı olacaq. Milyon nəfərlə istədiyinə görə, yəni bu da eləyəcək 8,4 min nəfər. Qəbələ rayonunda 2005-ci ildə şəhər əhalisinin sayı 11,6. 2009-cu ildə isə 32.000 nəfər olmuşdur. Bu dövr ərzində şəhər əhalisinin orta illik artımını hesablayın. 32 ilə 11,6 min nəfərin arasında 20,4 min nəfər var. 20,4 min nəfər 2009 və 2005. Bu 4 il ərzində olan artımdır. Bu zaman yazırıq. 4 ilə 20,4 min nəfər. Orta illik artımı istəyirsə, 1 ilə düşən artımı hesablamalıyıq. 1 ilə isə x yazacağıq. X də bərabər olacaq 5,1 min nəfərə. Deməli, bizim şəhər əhalisinin orta illik artımı 5,1 min nəfər imiş. Qərbi Avropada əhalinin sayı 190 milyon nəfər. Əhalinin təbii artımı isə hər 1000 nəfərə 1 nəfərdir. Deməli, 190 milyon x yazacağıq. 1000 nəfərə isə 1 nəfər yazırıq. Şərqi Avropada isə əhalinin sayı 295 milyon nəfər, hər 1000 nəfərə isə təbii artım -1 nəfərdir. İlk öncə Qərbi Avropada tapaq görək təbii artım 190 milyon nəfərə nə qədərdir? 190 milyona x minə 1 yazdığımız zaman burada tapırıq ki, təbii artım 190 min nəfər imiş. Hər il 190 min nəfər burada artım müşahidə olunur. Şərqi Avropada isə 295 milyon x minə 1 yazaraq, buradan x-in burada -1-dir. -1, yəni azalma müşahidə olunur. 295 min olduğunu tapırıq, -295 min. Yəni 295 min azalma müşahidə olunur. Qərbi Avropa ilə Şərqi Avropanın arasındakı fərqi hesablayırıq. Yəni Qərbi Avropada illik təbii artım Şərqi Avropadan neçə min nəfər çoxdur? 190 mindən çıxırıq -295 mini. Çıxma olduğuna görə də toplayırıq və 485 min nəfər alırıq. Qərbi Avropada illik təbii artım Şərqi Avropadan 485 min nəfər çox imiş. A ölkəsinin əhalisi 81,8 milyon nəfər. Hər 1000 nəfərə təbii artım -2. 1000 nəfərə -2-dir. 81,8-ə x yazacağıq. B ölkəsində isə 60,8 milyon nəfər. 1000 nəfərə isə 1 nəfər, -1 nəfər yəni azalma müşahidə olunur deməkdir bu. A ölkəsindəki azalma bərabər olacaq. Yəni x bərabər olacaq 163.600-ə. Burada 163.600 nəfər azalma müşahidə olunur. B ölkəsində isə 60.800-ə bərabər olacaq bu rəqəm. Bizdən də bu təbii azalma arasındakı fərqi müəyyən etməyimizi istəyir. 163.600-dən çıxacağıq 60.800-ü. Cavab olaraq 102.800 alacağıq. Bu da 102,8 min nəfər deməkdir.